Salam uşaqlar, mən 9-cu unitin ikinci hissəsini çəkirəm. Birinci hissəni o gün sizə göndərmişəm. Deməli, biz birinci hissədə bir mətn verirdi, ona ayrı-ayrı tapşırıqlar verirdi ki, biz yazırdıq. İkinci hissədə isə kiçik-kiçik mətnlər verir və ona aid tapşırıq var. Artıq burada bizim, belə deyim də, əlimizdən gələn tək şey odur ki, biz tərcümə eləyək və baxaq. Bu çalışmalar Reading Comprehension çalışmalar adlanır, yəni oxuyub anlama. Siz həqiqətən oxuduğunuzu anlamalısınız ki, bunu yaza bilirsiniz. Yəni, artıq burada bu söz var, qaçın bu variantda da bu söz var, onu tapın, bunu tapın, yox. Həqiqətən baxmalısınız ki, burada söhbət nədən gedir və onu anlayasınız. Məsəl üçün, oxuyaq. Max Bookstore. Special deal from 3 to 5 p.m. Buy 3 books and get a 4th book for free. Bu nədir? Kitab mağazasının elanı. Nə deyir bizə? 3 və 5 arası, saat 3 və 5 arası xüsusi kampaniya var. 3 kitab alana 1 kitab hədiyyə, yəni 4-cü kitab hədiyyə. Variantlara baxaq. If you buy 4 books, you will get 1 for free. Yox, deyir ki, 4 kitab alsan biri pulsuz olacaq. Yox, 3 kitab alsan biri pulsuz olacaq. 1 book will cost the same as 2. Bir kitab 2 kitab qiymətinə, yəni birini alsan biri pulsuz, bu da deyil. All books are free after 5 p.m. Bütün kitablar saat 5-dən sonra pulsuzdur, belə bir şey də yoxdur. Max Bookstore is open from 9 a.m. to 6 p.m. Bizə bu barədə məlumat verilmir bu tekstdə, bu da düzgün deyil. You can get 2 free books if you buy 6 at 4 p.m. Baxın, heç 3 dənə də demir, 1 dənə də demir, amma fərqli bir şey deyir. 2 kitabı pulsuz alacaqsan, əgər 6 alsan. Deməli, nə? 3-ə 1-dirsə, 6-ya 2-dir. Bu düzdür. Buradakı saatları da verməyibdir, 4 veribdir. Amma biz bilirik ki, 4-3-5 arası düzdürmü? Bu da uyğun gəlir. Deməli, cavabımız A variantı. Eyni sözlər deyil, eyni belə deyim də, eyni rəqəmlər deyil. Amma sən oxuduğunu anladın ki, 3-5 arasında 3 kitab alana 1 kitab var. Burada da sənə deyir ki, 4-də alsan 6 kitab, 2 kitabın olacaq. Artıq məntiqlə baxıram ki, düz deyir bu. Deməli, mənim variantım A-dır. Yenə sözüm nəyə gəlirik? Reading Comprehension, oxuyub anlamana. Siz artıq tərcümə eləyə bilməlisiniz bunları. Baxaq getdiyə. Get ready for an exciting outdoor experience. Our park is open from April to October. Visit our website for all the details and plan your adventure today. See you in the park. Adventure Park Team. Burada söhbət nədən gedir? Park apreldən oktyabra qədər açıqdır. Saytı detallar üçün və planlama üçün web sayta getmək lazımdır. You can view the team's website for details about the park. Yes. Adventure Park welcomes visitors year around. Year around il boyu deməkdir. Il boyu deyil, apreldən oktyabra qədərdir. Bunu sildim. You can visit Adventure Park during the holiday season. Burada bayramdan söhbət getmir. Aprel, oktyabr ayları arasında həmişə açıqdır. Park is only open on weekends. Yox. Həftə sonları təkcə açıq deyil. Bu barədə heç bir məlumat da verməyib. Sadəcə deyir ki, apreldən oktyabra qədər açıqdır. You can phone the park manager directly for more information. Sən park menecerinə zəng edə bilərsən əlavə məlumat üçün. Xeyr, burada zəngdən söhbət getmir, deyir visit our website. Web səhifəmizi izlə, ya daha doğrusu web səhifəmizə daxil ol. Artıq biz burada nə gördük? Bizim təkcə düzgün cavabımız A variantıdır. 8. Hello everyone, please be aware that the library will be closed because of the repairs next week. We apologize for any problems that this may cause. During the time, feel free to explore our online books. Best regards, Mr. Turner, Library Manager. Nə deyir? The aim of the text is. Mətnin məqsədi nədir? Deməli, burada nə deyir? Library Manager, Mr. Turner məlumat verir ki, next week, gələn həftə kitabxana bağlı olacaq. Problemə görə üzr istəyir və deyir ki, online kitablarımızı baxa bilərsiniz. To announce an upcoming book exhibition. Sərgi. Deyir, sərgi barədə məlumat verir. Xeyr. To inform about the closing of the library for a week.
Bəli, bir həftəlik kitabxananın bağlı olacağı barədə məlumat verir. Amma yenə də baxaq. Burada bəzən variantlar uyğun gələ bilər, tez seçirik, amma digər variantlara da baxmaq lazımdır ki, bizim gözümüzdən nəsə qaçmış ola bilər. To encourage everyone to visit library during the repair period. Yox, burada deyir ki, bizim təmir müddətində bizə gəlməyin. Online booksa baxın. To remind the workers about a special event at the library. Special event yoxdur. Burada repair var, təmir var. To decrease the use of online books. Decrease azaltmaqdır online booksun istifadəsinə. Xeyr, əksinə deyir ki, online booksa baxın təmir müddətində. Cavabımız B bəndi. Writing üçün isə mən növbəti video çəkəcəm.